29-cu sualda bizə verilib a kub + 1 bölü a kvadrat 6-dır. A kub + 1 bölü a kubunun ifadənin qiymətini hesablayın deyir. Bunu vuruqlarına ayırsaq a + 1 bölü a, birincinin kvadratı, ikincinin kvadratı, birincinin ikinciyə hasili. O da bərabərdir. A + 1 bölü a vurulsun. Bunun yerinə qiymətini yazsaq 6 çıx, bunlar da gedir 1. O da eləyir 5 vurulsun a + 1 bölü a. Deməli biz tapmalıyıq a + 1 bölü a-nı. Bunun üçün bu şərtdən köməkçiyə əsasən yazsam a + 1 bölü a-nın kvadratı çıx 2 vurulsun a vur 1 bölü a bərabərdə 6-ya. Buradan a-lar ixtisar gedir. A + 1 bölü a-nın kvadratı bərabər olur 8-ə. A + 1 bölü a da bərabər olur müsbət mənfi kök 8-ə. Buradan da baxırıq ki a müsbətdir. A müsbətsə onda bunların cəmi də müsbət olmalıdır. Gətirib yerinə 5 vurulsun. Bunun yerinə müsbət kök 8 qoyarıq. 5 kök 8. Bu da kök 8-ə 2 kök 2-dir. Ona görə olacaq 10 kök 2. C bəndi. Baxıram 31-ci suala. Bizə deyir ki, AB hasilini tapın. Burada 5A çıx 5B bərabərdir 2 bölü B çıxılsın 2 bölü A şəklində yazıram. Buradan da 5-i çıxarsam birinci tərəfdən A minus B. Bu tərəfdə ortaq vuruğun məxrəcləri eyniləşdirsək AB-də olacaq 2A çıx 2B. Buradan da 5 vurulsun A minus B bərabərdir AB-də 2 vurulsun A minus B. Hər tərəfindən A minus B-də ixtisar gedir. Çünki AB-dən fərqlidir. Onunsa şərtdə də verilib. Buradan da olacaq ki 5 bərabərdir 2 bölünsün AB-yə. AB də bərabər olacaq 5-də 2-yə, yəni 0,4-ə. Y bəndi. Baxıram 33-cü suala. 33-cü sualda da şərt verilib və bizdən 4AB bölünsün 9B + A ifadəsinin qiymətini hesablayın deyir. Baxıram ki, bu ifadənin qiymətini hesablamaq üçün şərtdən istifadə edəcəyik. Şərti sadələşdirsək, ortaq məxrəc gətirsək AB-də 9B + A bərabərdir 8-ə. Buradan da AB-ni tapsam elə. AB bərabər olur 9B + A bölü 8-ə. Gətirib yerinə qoyuram. Bunu aşağıdan yazaq. Deməli 4AB bölünsün 9B + A bərabərdir 4 vurulsun AB-ni yerinə yazıram. 9B + A bölü 8. Məxrəcdə 9B + A. Bu gedir bu 2. 2 də düşəcək məxrəcə. Sürətdə qalır 9B + A. Məxrəcdə də 2 vurulsun 9B + A. 9B + A-lar da gedir, qalır 2-də 1. B bəndi. Deməli, baxıram 35-ci suala. 35-ci sualda bizə deyir ki, ifadə ən kiçik qiymətini tapın. Bunu yaza bilərik. 1111A bölünsün məxrəcdə 111B. 111 vurulsun 333 bölünsün 7777. Bununla bu ixtisar getdi 7, bununla bu ixtisar getdi 3 qaldı. 3A böl 7B bu şəkildə. İndi bizə deyir ki, ifadənin ən kiçik qiymətini tapın. İfadənin ən kiçik qiyməti olması üçün deməli, sürətin böyük, ən böyük, məxrəcin ən kiçik, daha doğrusu ifadənin ən kiçik qiyməti olması üçün sürət ən kiçik, məxrəc ən böyük olmalıdır, ən böyük olmalıdır. Ona görə sürətin ən kiçikdirsə A-ya 1 verirəm, 3 vur 1. Məxrəc də ən böyük olması üçün B-yə 9 verirəm, 7 vur 9. Çünki A və B rəqəmlərdir, ona görə ən kiçik 1, ən böyük 9 verə bilirik. 0 da verə bilərik, amma burada A ilə B ilə ədəd başladığı üçün 0 yaza bilmirik A və B-nin yerinə. Bu nə eləyir ki, 3 bölünsün 63. Bu da ixtisar gedir, qalır 21-də 1. Burada kəsirin ən böyük qiymətini desəydik. Kəsirin ən böyük qiymətini soruşanda sürəti ən böyük, məxrəci ən kiçik götürürük. Amma burada ən kiçik dediyinə görə sürəti ən kiçik, məxrəci ən böyük götürürük. Yəni baxırsınız sürətlə ən böyük deyəndə sürət ən böyük olur. Ən kiçik deyəndə sürət ən kiçik olur. Baxıram 36-cı suala. Deməli, bizdən B bölü A-nı istəyir. B bölü A-ya bir dənə T əvəzləməsi aparıram. T bərabərdir 3 + 4 bölü T.
Hər tərəfin t'yə vursam, t kvadratı çıx 3t çıx 4 bərabərdir 0-a. Kökləri, baxıram, kökləri cəmi 3 hasili mənfi 4-dürsə, bu eləyəcək biri mənfi 1, biri 4. Yəni b böl a ya mənfi 1-ə bərabərdir, ya da b böl a bərabərdir 4-ə. Yəni bizə deyir ki, a və b müsbət ədədlər. Müsbət ədədlər olduğu üçün bu şərt ödəməz. Deməli, b böl a olacaq 4a bəndə. Baxıram 37-ci suala. X-in kvadratı üstəgəl 4 bərabərdir 3ax. Bizə deyir ki, x kvadratı böl 16 üstəgəl 1 böl x kvadratını tapın. Burada nə edərik? Hər tərəfini x-ə bölsəm, x kvadratını x-ə böləndə x üstəgəl 4 bölü x bərabərdir 3a-ya. Bu verilən şərtdə kvadratı yüksəlsəm, olacaq x-in kvadratı. Bu şəkildə x üstəgəl 4 böl x-in kvadratı bərabərdir 3a-nın kvadratına. Bu deyir x kvadrat üstəgəl 16 bölü x kvadratı. Üstəgəlsin 2 vurulsun x vur 4 bölü x bərabər 9a kvadratına. Bunlar gedir. X-in kvadratı üstəgəl 16 bölü x kvadratı bərabər 9a kvadratı çıx 8-ə. Bu şəkildə. Buradan da bunu ortaq məxrəcə gətirsək, olacaq x kvadratında x üstə 4 plus 16 bərabərdir 9a kvadratı çıx 8-ə. Aha, bu şərti sadələşdir. İndi bizə verilən ifadəyə baxaq. Bizdən istəyir ki, 16-da x-in kvadratı üstəgəlsin x kvadratına 1 hesablan. Bunu da ortaq məxrəcə gəlsə 16x kvadratında x üstə 4 plus 16. Deməli, biz nə edə bilərik? Burayı yuxarı hissəni silirəm. Burada x üstə 4 üstəgəl 16 bölünsün x kvadratı. Bu 16-da bir kimi ayıraq. O da bərabər. Biz x üstə 4 plus 16 bölü x kvadratın qiymətini tapmışdıq. 9a kvadratı çıx 8. Onu da 16-da 1-ə vursaq, eləyəcək elə 16-da 9a kvadratı çıx 8. B bəndi. Birinci verilən şərti sadələşdirdik. Sonra bizdən istənilən ifadənin qiymətini hesabladıq. Bərabərlə buradan yazdıq. Tamam. Deməli, baxıram 39-cu suala. 39-cu sualda da A-1 üstəgəl C0 verib, ABC fərqlidir 0-dan və bizə deyir ki, 12ABC böl A kubu çıx B kubu üstəgəl C kubunu hesablayın. Birinci bunu nə edəyik? Birinci bu hissəni sadələşdirirəm. A-B bərabərdir mənfi C şəklində yazıram. Bu şəkildə. İndi keçək 12ABC bölünsün A kubu çıx B kubu, A kubu çıx B kubu, üstəgəl C kubu. Buradan bərabərdir. Sürət olduğu kimi qalır hələ ki 12ABC. Məxrəc A kubu çıx B kubunu parçalayıram. A minus B'nin A-nın kvadratı kublara görə parçalayıram. B'nin kvadratı üstəgəl AB. Üstəgəlsin C kubu. Bu da bərabərdir. 12ABC bölünsün. A minus B'nin yerinə mənfi C yazıram. Mənfi C vurulsun. A kvadrat plus B kvadratında köməkçiyə əsasən yazsaq, A kvadratı plus B kvadratı bərabərdir A plus B-nin kvadratı çıx 2AB. Bu da bizə verir ki, daha doğrusu burada minusla yazaq. A minus B, çünki bizdə A minus B var. A minus B-nin kvadratı plus 2AB. Bu da A minus B-imiz mənfi C-dir deyə mənfi C-nin kvadratı, C kvadratı plus 2AB. Deməli, gətirib bu şərtin yerinə yazıram. C kvadratı plus 2AB plus AB üstəgəl C. Təmizləyək. C kvadratı üstəgəlsin 2AB üstəgəl AB üstəgəl C. Belə. O da bərabərdir 12ABC bölünsün. 12ABC bölünsün. Mənfi C vurulsun. C kvadratı üstəgəl 3AB üstəgəl C. O da bərabərdir 12ABC bölünsün. Mənfi C-nin kubu vurub açsaq. Çıx 3ABC üstəgəlinsin. Burada C kubudur.
Üstəgəlsin C kubu. Bu C kubla islah olunur. 12ABC bölünsün -3ABC. Ya bu ABC-lər gedir, qalır -4. C bəndi.